Bir də fidyə vardır. Mən konspekt eləmişəm bu mövzuları. Çünki yenə deyirəm, böyük mövzulardır, çox içərisində qarışıq məsələlər də var. Biz həmişə onu körpə uşağa yeməyi hazırlayıb verən kimi çox rahat üsulunu çalışıram ki, bu söhbətləri o istiqamətdə edək. İndi fidyə barəsində sizə məlumat verəcəm. Fidyə nədir? Fidyə tutulmayan orucların bəzi hallarda cəriməsidir. Niyə bəzi hallarda cəriməsidir? Çünki hər oruç tutmayan fidyə verə bilməz. Fidyəni özünü vermək də bir nemətdir. Adam var ki, Allahın heç fidyəsini də qabul edir. Yəni, istəmir fidyə versin və ya da onu azad edir fidyədən ki, verməyə bilər. Fidyənin miqdarı nə qədərdir? Fidyənin miqdarı bir oruc, ona bir müd deyilir. Bayaq saymış olduğum ərzaqlardan hər gün üçün bir oruc. Bəs fidyəni kim verməlidir? Fidyə cəriməsini kim verməlidir? Birinci, əldən düşmüş qoca. O adam ki, qocadır, oruç tutsa səhhətində problem olur, haldan düşür. Belə qoca şəxs, qadın, kişi oruclarını tutmaqla nə Ramazan xaricində mükəlləf deyildir, ancaq fidyə verməlidir. Hər gün üçün bir oruc, 30 gün üçün 18 kiloqram. İkinci hal, hamilə və uşaqlara süd verən qadınlar. Hamilə olduğu müddətdə hamiləliyinə ziyan olacağını, zəif düşəcəyini düşünürsə, belə qadınlar oruç tutmaya bilərlər. İkinci, uşağa süd verən qadınlar oruç tutulağı təqdirdə uşağa, körpəyə ziyan olacağını, südün azalacağını düşünürlərsə, oruç tutmaya bilərlər. Amma fidyə verməlidirlər. Bir qadının uşağa süd verməsi, hamiləliyi, süd verməsi 3 il çəkə bilər. Çünki 9 ay hamiləlik devridir, 2 ildə süd verməlidir şəriət qaydalarınca. 3 il məsəl üçün oruç tutmamaq ehtimalı var. Amma 3 ildən sonra həmin tutmadığı orucların qəzasını tutmalıdır. Günə-gün qəzasını tutmalıdır. Amma fidyəni o vaxta qədər gecikdirmək olmaz. Fidyənin vaxtı nə vaxtı? Ramazan ayında, indidən başlayaraq gələn il Ramazan ayına qədər fidyə verilməlidir. Bu mövzularla əlaqədar bir neçə sual var. O sualda inşallah ki, sualları cavablandırmaq istəyirəm. Məsəl üçün, bir insan qeyri-müsəlman dövlətdə doğulub, müsəlman deyil, kafirdir, müşrikdir, hər nəsə. Və yaxud da ki, elə müsəlman dövlətdə olub, amma almış olduğu ailə tərbiyəsi və s. Ətraf mühit təsir edib ona kafir kimi yetişib. Amma yaşının hər hansı bir vaxtında İslamı qəbul edibsə, o şəxsin boynunda oruc qəzası, namaz qəzası da yoxdur və fitrə və fidyənin də kəfarəsi yoxdur. Bu uşağa da aiddir. Bir uşaq 13-14 yaşına qədər uşaqlıq devrində oruç tutmayıbsa, sonraki illərdə uşaqlıq devrinin oruclarını da tutulmalıdır, azaddır və fidyə də verməklə yükümlü deyildir. Bir insan müsəlman olubsa, amma yaşının bir həddində İslamdan çıxıbsa, mürtəd olubsa, İslamdan çıxdığı müddətdə, mürtəd olduğu müddətdə tutmadığı orucları və qılmadığı namazları boynunda qalır, günahkar olur və nə vaxtsa İslamiyyəti qəbul etsə, namazlarına başlayıb oruclarını tutduğu kimi, mürtəd olduğu devirdəki namazlarını da, oruclarını da o şəxs tutmalıdır.